Kardeş dəliqanalı. Buna bax. Uşaq vaxtı elə bilirdim bəs ki, bu svarkaya baxmaq günahdır deyirlər. Svarkaya baxmaq olmaz. Svark edir. İçi necə saxlayırlar bu qatar keçəndə? Xozu olduğum üçün bastım dağla, daşla gəldi. Aha. Aha, gəlir qatar. Qatar gəlir. Çox ucuz şəkildə bunlardan tapmaq mümkün olur. Salamlar, salamlar, bir daha salamlar. Hardayıq yenə? Vietnamdayıq, amma Vietnamın bu səfər əsas şəhərindəyik. Harasındayıq? Vietnamın paytaxtındayıq, Hanoydayıq. Hanoy. Hanoy şəhərindəyik, çıxaq, hello. Ayaqqabımı lağ elədi, gördün ağa, ayaqqabımı lağ elədi. Elə ayaqqabın kiridir, gəl sən ayaqqabını təmizləyim. Yox, bu ayaqqabı mənim üçün elə. Nə zülümlər çəkib bu ayaqqabı. Neysə, Hanoya başlayaq. Hanoyda biraz gəziş eləyək. Videonda çalışaq çox da yorucu, uzun bir video olmasın. Haydi. Buralar Hanoyun mərkəzidir. Old Quarter deyirlər bura. Yəni tarixi mərkəzidir buranın. Hanoyun. Yəni təkcə dövründən ki, burada bunu qəşəng hazırlayır. Burada qəşəng verir. Nədir onun adı? Dönər fason verir. Gələ bundan yiyəcəm özümə. Bundan yiyəcəm. Bu qəşəng hazırlayır bunu. 35 min özdə. 35 min nə qədər edir? 2 manat 22 manat 30 qəpik falan. Qəşəng burada dönər fasondur, amma tam da dönər. Nə istə? Davam edir. Yeməyimizi yedik. Yola davam. Yola davam. Yola davam. Gedək biraz gəzişək. Biraz Hanoyda gəzişək. Deyim ki, bura Hanoyun belə tarixi mərkəzidir. Yəni, elə əsas söhbətlər də elə buradadır, ən çoxsu. Başqa Hanoyun kənarına çıxdı. Hanoy çox böyük şəhərdir. Yəni, bura gələndə, bu deyil, bu alça deyil bu. Alça yoxdur. Sorry. Wait, gözdür. Bir dənəsini götürəcəm o alçadan, gözdür görüm. Bir-iki dənəsini götürəcəm, gözdür. Nədir bu? Cavalı yoxşuyur, alça yoxşuyur. Nədir? Cavalıdır. Cavalı. Amma bir sənə də cavalıdır. Elə bir alça olmaq istəyibdir. Bura evdən icazə verməyibdir. Elə bir cavalıdır yəni. Bayaq. Bu nədir? Kardeş dəliqanalı. Buna bax. Bu qapıları, nədir onu bu? Tarixi qapıları. Bu Old Quarter. Çox dəlixana deyil. Konkret dəlixana da. Bu situasiyadan çıxmanın tək bir yolu var. Nə cavalı yemək. Bilməm, əldə cavalı alsat, bundan yemək. Yəni, bugünə qədər gördüyüm ən xaotik 4-5 şəhərdən birisi ola bilər. Hətta 3 deyirəm. Yəni, artırım 3 şəhərdən birisi ola bilər yəni bura. Həqiqətən. Çox şeydir. Çox xaotikdir. Orada, bu burada, ora qarışıb, bu bura qarışıb. Sevirəm belə şeyləri. Allah, deyə burada yeməkdən pişirirlər. Qəşəng. Ye ki, yiyəsən. Bu arada Hanoy yəni dünyanın ən belə kirli havalarından birisinə sahib ola bilər. Bəlkə də ən kirli elə ilk, baxsana, bəlkə də ən kirli 3 şəhərdən falan birisidir yəni. Hanoy şəhəri. O, svark eləyir. Uşaq vaxtı elə bilirdim bəs ki, bu svarkaya baxmaq günahdır deyirlər. Svarkaya baxmaq olmalı, svark edir. Mən elə bilirdim, deyir ki, svarkaya baxmaq günahdır. Onun üçün baxmaq olmalı. Yəni, sən demək yox, elə deyilmiş söhbət. Gözümə düşərmişdi. Mən də nələr düşünmüşəm, svarkaya baxmazlar, günahdır bəs. Svetoforabız dəqiq işləyir, qardeş. Yəni, svetofor deyilən şey, yəni, Hanoyda, yəni, burada, yəni, bike sürmək, motor sürmək, yəni, olduqca çətin məsələdir. Bizdə, yəni, mənə fərqi yoxdur. Amma, yəni, çox şeydir bura. Çox belə xaotik, çox qarışıq şəhərdir, çox. Özüm çıxdı, bura toz, torpaq.
Hə, indi hara gəldim? Burada belə bir yer var. Hanoy deyiləndə ümumiyyətlə bura yada düşür də. Yəni çox adam üçün Hanoyun məşhur hissəsi, ən hissəsi bura hesab olunur. Burada cəmaət oturur. Qatar gələndə aradan gəl, burada şeylər gəl. Allah gözləmirdim falan, əllərində kokonatla falan belə pozalar falan verirlər. Həmin yerdir bura. Yəni belə dedim göstərim. Hanoyun ən belə məşhur yeri, ümumiyyətlə Vyetnam deyiləndə yəni yada düşən 2-3 yerdən birisi ola bilər də bu qatarın bu keçdiyi yer. Ay, bu qatar keçəndə bu iti necə şey deyirlər? İti necə saxlayırlar bu qatar keçəndə? Nə deyirlər o itə? Deyirlər qatar keçəcək, gəlmir. O da maraqlı söhbətdir. Hə, cəmaət burada gəlir, nə bilim, kofesini içir, nə bilim, kokonatın içir, əlində tutur belə. Oradan qatar gəlir, onun da əlində kokonat. Elə qəşəng maraqlı görüntülər çıxır burada. Deyim ki, bura Hanoyun qatar küçəsi ilə, Train Street gedir, deyə buranın adı elə. Qatar küçəsi. Ay, götür indi qatar gəlib şey eləyəcək buranı. Götür bunları. Yəni belə. Bu da Vyetnamın Hanoyun qatar. Kiminsə şəklinin kadrına düşdüm mən. Bu da Vyetnamın Hanoyun qatar stansiyası. Ver mən çəkim. Đéo đâu có mèo vàng to đùng. Bu. Mədəni insanlar kimi buradan da gələ bilərdim, amma mən xozu olduğum üçün bastım şey dağla, daşla gəldim. Amma dediyim kimi, yəni o heç kimin olmadığı yer istəyirsinizsə bir balaca o tərəfdə gedib adam olun. Oo, nə qədər burada şey var ha. Motor var ha, nə qədər. Qardaş çoxsuz de. Vır, qışda məni. Qışdı qardaş çoxsuz de. Vallahi çoxsuz. Allah çoxsuz. Yəni birazdan bura ümumiyyətlə dolub daşacaq. Birazdan bura ümumiyyətlə dolub daşacaq yəni. Təxminən yarım saatda, 1 saatda burada ümumiyyətlə adam əlini tərpənməyəcək. Yəni bu kimi yerlər konkret bununla dolanır deyə bilərik. Konkret bununla dolanır. Fikir verin, yəni bir dəmir yol xətti ilə görün neçə obyekt var. Konkret turizm üçün yəni həqiqətən lazımlı bir şeydir. Deyirlər yəni artıq bunu bağlayacaqlar. Yəni hər ildə eyni söhbət olur. Bu yolu bağlayacaqlar, Yəni inanmıram bağlasınlar. Çünki çox turizm baxımından çox önəmlidir daha. Yəni belə dəhşət önəmlidir. Cəmaət orada ona görə çox oturur ki, indi anladım hə. Orada işıq daha çoxdur. Yəni qatar gələndə işıq daha falan qəşəng belə üzlərinə yansıyır falan. Yəni birazdan qatar gələcək. Ətrafa bax, ətrafdakı adam sayına bax. Ətrafda adam sayına bax. Yəni qatar gələnə yaxın artıq yəni adam əlinə ətraf tərpənmək olur. Gör nə qədər adam var. Qatar gələnə yaxın gedirlər. Dəmir yol xəttinin üzərinə bu qapaqları qoyurlar, içkilən qapaqların ki, qatar gələndə o qapağı dümdüz eləsin. Onlar da onu xatirə olaraq götürsünlər. Belə. Hindistanlı uşaq dirəşibdir ki, onlar ora şey qoyurlarsa, nədə onadır? Onlar ora içkin qapağını qoyurlarsa, mən də daş qoyacam ora. Bayaqdan daş qoyub, indi ağlayır ki, daşımı niyə atırsın oradan? Qoyun daş orada qalsın, qatar gələndə daş onu düzləşsin. Zınqıro vuruldu, hamı artıq reyslərdən yığışmalıdır. Ayağa durmayacam ki, cəmaata mane olmuyor. Burada insanlar şəkil çəkmək istəyir, video çəkmək istəyir. İnsanlara
O əsəbi qaqam əsəbidir, sərt. Sərtdir qaqam, hə. Aha. Qovur. Qavalayır. Aha, ayağımı değiriyor işte. Like this. Like this? Ah, yes. Stand up, stand up, stand up, stand up. Stand up. Ah, okay. Okay. Ha. Çox sərt qaydaları var. Okay. Stand here. Ah, okay, like Try this. coming from that side. Okay. Like this. Okay. Görürsün, mən demədim ki, görürsün, deyir ki, sənin burnun uzun oldu. Ayaqların deyir, uzundur. Ayaqları bura qoyma. Bu tərəfə qoy ki, ayaqların birdən qatara düşür. Bunların da işi zülümdür. Hər gün yəni, bu zülmü çəkirlər. İçkimi satsınlar, burada qatarda. Amma belə də baxanda yəni, qazanırlar da, yəni çəkməlidirlər. Hər gözəlin yəni, bir şey olur da, yəni, hər gülün bir tikanı olur da. Çünki yəni, həqiqətən yaxşı bir turistik yerdir. Onun üçün heç bir şey. Oturaq gözləyək, qatarına vaxt gələcək. Belə. Bu forma. Deyirlər, biz görüntü tuta bilməliyik. Necə görüntünü tutaq? Ala, sənə görüntü. Aha, gəlir qatar. Qatar gəlir. Qatar gələndə ətrafda vəziyyət bax, bu formada olur. Mən çox belə yaxın durmayım, burnum ilişməsin. Qatar keçəndə vəziyyət budur. Yəni, o qədər də yaxın keçmirmiş ya. Yox, keçir. Kifayət qədər yaxın keçir. Belə dayana bilərmişəm. Kifayət qədər yəni yaxın keçir. But no. Yes. Yəni, belə bir söhbət, yəni, istəsən bunu belə bir edə bilərsən. Budur elə, şeydəki bundan daha yaxın keçirdi. Bangkokdakı bundan daha yaxın keçirdi. Valla, Bangkokdakı bundan daha yaxın. Həqiqətən, Bangkokda bundan çox daha yaxından keçirdi. Bu biraz hələ uzaqdır. Nə oldu, qurtarmadı qatar? Yəni, belə bir şey. Yəni, qatar keçəndə ətrafda vəziyyət bax, bu cür olur. Yəni. Okay? Qatar və hər kəs bu şeylərin yığırlar. Götür, bu sizindir, götür, səndir. Mənim deyir, aha. Bayaq qoyduqları qapaqları qatar keçəndən sonra bu formada toplayırlar. Belə. Qatar keçib qutarandan sonra da ətrafda vəziyyət bax, bu formada olur. Yəni, hər şey sizin düşündüyünüz kimi dörd dörtlük olmaya bilər. Belə. Yəni, belə bir şey. Videonun çoxdur, yəni, görürsünüz, əlində nə bilən şeylərlə plan 5 mekan o qatarı qarşılayan insanlar, ətrafdakı insan sayına bax, yəni, bu qədər adam bir dənə, o, qaldıracam. Bu qədər adam, bax, sırf o qatarı izləmək üçün gəlmişdi, bax. Bu qədər adam sırf o qatarı izləmək üçün gəlmişdi, bax, bura. Yəni, belə bir No, it's not that soon. hər zaman dörd dörtlük olmaya bilər düşüncəli. Yəni, düşündüyünüz kimi olmaya bilər. Yəni, düşündüyünüz kimi çıxmaya bilər. Onun üçün, yəni, gəlib eləsəz əvvəlcədən nəzərinizdə olsun. Bu arada sizə bir şey daha göstərəcəm. Çıxmazdan əvvəl. Yəni, burada yolu özü otururlar. Bu arada sizə bir şey göstərim. Burada
hər şey o qədər ucuzdur ki, paltarlar. Düzdür, yəni bunlar orijinal. Məsəl üçün bu North Face-də düzdürmü? Yəni bu orijinal deyil də, təbii ki, deyəsən orijinaldır. Burada North Face-in qiyməti təbii ki, bu orijinal deyil. Elə bir ki, şey də deyil də, orijinala yaxın bir keyfiyyəti var və qiyməti cəmi cümlətanı nə qədər eləyir? Bizim pulla 30 manat, 35 manat, yəni belə qiymətləri olan ayaqqabılara fikir verin, ayaqqabı, nə qədər ayaqqabı var. Hamısı 30 manat, 25 manat, 40 manat, yəni və Vietnamda doludur bunlar. Yəni bunların fabrikləri Vietnamda deyil, yəni hətta üstündə də yazılır, fikir verin. Görürsünüz, Made in Vietnam. Bunların hamısının fabriki Vietnamda deyil. Çox rahatlıqla Vietnamda gəlib, yəni çox ucuz şəkildə bunlardan tapmaq mümkün olur. Dediyim kimi 30 manat, 35 manat, 40 manat. Yəni belə. Burada konfetə biraz düşündülər ha. Babat konfet yeyirlər ha burada da. Burada geçen konfet yeyirlər. Burada konfet satılır ha. Uzun müddət sonra, yəni Azərbaycandan sonra hətta belə deyim də, yəni uzun müddət sonra konfetin ən çox satıldığı yerlərdən birisi ola bilər. Bu qədər şokolad satılan yer Cənub-Şərqi Asiyada görməmişdim o heç. Cənubi Amerikada çox yeyilən bir şey deyil. Bilməm, mənim ən azından rastıma çıxmırdı. Amma yəni buradan bir şeylər alanda mütləq şəkildə söhbət yəni paltar, nə bilim, tapçıqa falan belə şeylər alanda mütləq şəkildə bazarlıq eləmək vacibdir. Yəni mütləq şəkildə, çünki çox yüksək tuturlar birinci qiyməti. Məsəl üçün deyirəm də, yəni tutaq ki, birinci indi manatla deyəcəm də, birinci 70 manat deyirlərsə, onu sən axırda əriyib fırlayıb 25 manat, 30 manat, hello. Hello. 25 manat, 30 manata falan hər yeri fırlayıb ala bilərsən yəni. Çox yuxarı deyirlər birincidən qiyməti. Yəni belə videonu çox da uzun tutmayım. Çünki baxıram, onsuz da məsəl üçün 30 dəqiqədən yuxarı olan videolarda, hətta 20 dəqiqədən yuxarı olan videolarda, yəni video bir nöqtədən sonra artıq 10-cu, 15-ci dəqiqədən sonra izlənmir. Onun üçün də elə ən yaxşısı videoları qısa tutmaqdır. Onun üçün elə videonu burada yekunlaşdıraq. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə sağ olun.